Qalan şil dövrlərində toxuyuruq, yarım da soğuşmuşuq. Dostuydu, 6 metrdi. Bir nəfərin də ki, saponundu. Biz lay pulu alırıq biləsindən həftədən həftəyə. Nəşən sıxırıq. Görün, neçə lay çıxsaq, lay hesabıdır. Biz o layın pulunu alırıq biləsindən. Çağardanlar da təhvil veririk Hacıraya. Çağardır, orada özü satır. 4 nəfərik, 2 dənə uşağımız var. Bir dənə qızdır, bir dənə oğlandır. 2 də özümüz, 4 nəfərik elə bu fərşin pulu ilə biz valla keçinir. Onda nə müsibət ilə də böyük oğlu. Fərşin dəramədi ilə elə çətin keçinmək olur. Bəsilər də bir nəzərdə tutundu. Elə bu da mənə xanımam deyirlər. Sübh saat 4-dən 5-dən dururuq ta akşam 6-7-yə kimi. Həftədə aldığımız məsələn 1 milyon yarım, nəhayəti ya 1 milyon 200. Çətin 2 milyon, çətin keçinirlər bu. Elə şəmmə alırıq, şəmmə üzüm yuyuruq elə də gedir də. Aldığımız gedir. Valla əvvəl öğlənməmişdən qabaqda şoğlumuz fərşidir. Öğlənəndən sonra deyilər, şoğlumuz fərşdir, yaddan çıxdı, neçədən fərş toxunmuşuq. Təqribən elə 25 il olardı. Fərş toxunmuşuq. Fəqət bu mərayət olmuşuq, ayrı yerə toxunmamışıq. Amma yetirib özümüzdən vuranmamışıq. Elə ağalardan gətirmişik, xərzin onlar qoyublar, biz də işləmişik. 25 il zat dolarda işləyirik elə. İndiyəcən biz 25 ildir fərş toxuyuruq. Heç olmasa bir 4 dənə zat dosya çıxartmışıq. Bir 3 dənə zənim çıxartmışıq. Elə mən də vallahi gözüm açandan dilə bundan həmkar eləmişəm. Ta ki buracan. İnşallah Allah bundan da bilə-biləmizə sağ bədənlik verə də görək nə eləməliyik. Kullən bula fərşindən almışıq. Bu dama. Biz toxuyuruq, elə veririk onları, onlar da satırlar. Biz layın, məsələn, toxuduğumuzun pulunu alırıq. Bir dən zehnimizə gəlir, Allah bu fərş bahacı deydi. Ustamız da bizə köməklik eləyirdi. Maaşını alıyordıq. Adamın çox arzusu vardı. İşdiyi fəqət arzularına görə də. İndi cədiddən bir dənə zat YouTube çıxıbdı. Fəqət istəyər ki ona baxa. Tez eynən uşaq kimi biləsində dastan açaram, tez oturar orada fərşini toxuyar. Hətta əqəl heç olmasa gündə 50 min tümənlik burada buna internet vururam, fəqət bir dənə bu cür dastanlara qulaq asa, bu da uşaq kimi oturur orada toxuyar. Biz bu cür həmkarıyıq. Məsələmlə, göyüm məsələmlə o dünyada nə cür gəlirlər, nə cür edirlər. İndi hər nə mənə dastan gəlir də qabağa. Məsələn, bir nəmə biri öz zindəqanlığını tərifləyir. Onda biraz sərhal tər olur da. Məsələmlə, da həmi bu məsələn öz işinə yetişib, bir də mən də məsələmlə rahat tər oluram. Ta-ki ona qulaq asınca. Feyləncə Allaha təvəccül keçinmişik da, yox, bir yerə ki yetirənməmişik, amma elə keçinmişik da. Şükür olsun Allaha. Rızayətim var, bu video intişar olsun. Rızayətimin intişar olsun.